Salam, dəyərli Cəbhə TV izləyiciləri. Hər birinizi xoş gördük, hər birinizi salamlayıram. Yenə də həftəlik proqnozlarla qarşınızdayıq. 2-9 fevral aralığının mənzərəsini diqqətinizə çatdırıram. Ümumən həftə kələ-kötürlüdür, enişli yoxşuludur. İctimai-siyasi prosesdə ovqat aşağılığı, qarşılıqlı ittihamlar özünü göstərəcək. Amma nəsə müharibə ikisi 9-u arası hansısa bir yeni müharibənin başlayacağı gözlənilmir. Ona görə biz hesabatı ortaya qoyuruq. Əsas məsələ də budur. Müharibə olanda bütün dünya bir orqanizm kimi zədə alır, problemlər çıxır. Ümid edirik ki, bu göy qübbəsinin dedikləri yerdə də öz əksini tapacaq. Hər halda proqnozlar bunu deyir. Amma siyasətdə proqnozu, göy qübbəsindəki tendensiyalar nəzərə almayıb, bioritmi dağıdanlar da, bioritmdən çıxanlar da olur. Hər halda mən göstəriciləri sizə çatdırıram. Ayrı-ayrı zodiak işarələri üçün də vəziyyət belədir. Qoç bürcü. Fevralın 3-ünü nəzərə almasaq, həftənin bütün günlərini səmərəli şəkildə başa vuracaqsınız. Yeni tanışlıqlar və işgüzar əlaqələr mövqeyinizi göstərməkdə, planlarınızın reallaşmasında əhəmiyyətli rol oynayacaq. Həmkarlarınızla aranıza girənlərə vaxtında və tutarlı cavab verin. Cümə gününün müqəddəsliyinə riayət edib, yalnız savab işlər görməyə çalışın həmin gün. Buğa bürcü. Qarşınızda duran bütün vacib işlərinizi ayın 5-nə qədər yekunlaşdırmalısınız. Göstərilən müddətdə nüfuzlu və təcrübəli insanların sizə böyük səmərəsi dəyə bilər. Qalan günlərdə isə özünüzü mübahisəli situasiyalardan, risk və xəstəliklərdən qorumalı, həmçinin uzaq səfərləri də təxirə salmalısınız. Əkizlər bürcü. Bazar gününü nəzərə almasaq, yəni ayın 9-unu nəzərə almasaq, ixtiyarınızda olan həftənin bütün günlərini qənaətbəxş tərzdə başa vuracaqsınız. Astroloji göstəricilər yeni əlaqələr yaradacağınızdan xəbər verir. Tanrı hökmünə zidd hərəkətlərə yol verməyin. İndi ibadətlə məşğul olmaq sizə daha çox lazımdır. Ayın 3-də şəxsi büdcənizi artırmaq ehtimalınız böyükdür. Xərçəng bürcü. Qarşınızda adi bir həftə durur. Yalnız gündəlik iş və bir qədər də utopik müzakirələrlə vaxtınızı ötürəcəksiniz. Hər şeyi bilən yalnız Allahdır prinsipinə qarşı unutqanlıq eləməyin. Ulduzlar bazar ertəsi pul vəd etsə də 2 gün sonra səhhətinizin qayğısına qalmağı məsləhət görür. Odur ki, deyilən istiqamətdə tədbirli olmalısınız. Şir bürcü. Ümumən uğurlu bir həftə yaşayacaqsınız. Qarşınızda duran böyük planları reallaşdırmaq üçün həmkarlarınızın köməyindən istifadə edin. Fevralın 3-də və 6-sında ağlınıza gətirmədiyiniz istiqamətlərdən maraqlı təkliflər ala bilərsiniz. Uzaq səfərə çıxmaqdan və riskli pul sövdələşmələrinə girişməkdən isə imtina edin. Qız bürcü. İnsanlardan bir qədər gileyli olmağınız sizə günah yazdıra bilər. Bundansa ətrafdakılarla ümumi dil tapmağa çalışın və əmin olun ki, qarşılıqlı anlaşma düşündüyünüzdən də yaxşı nəticə verəcək. Ayın 4-ü axşamdan başlayaraq bu istiqamətdə sevindirici məqamlar silsiləsi yaşayacaqsınız. Ali və saf məqsədlərinizə çatmaqda əzmkar olun. Tərəzi bürcü. Yaxşı olar ki, fevralın 5-nə qədər bütün riskli və yeni işlərinizi təxirə salasınız. Əks təqdirdə cəhdlərinizin daha çox boşa çıxdığını görəcəksiniz. Sonraki günlərdə isə ulduzlar şanslarınızı artıracaq. Perspektivli sövdələşmələr, o cümlədən şəxsi büdcədə artım yolunuzu gözləyir. Uzaq səfərlər də səmərəlidir. Əqrəb bürcü. Hansısa böyük uğursuzluqla rastlaşacağınızı ağlınıza gətirməyin. Lakin nə vaxtsa buraxdığınız səhvlərə görə müəyyən gərginliklə üzləşə bilərsiniz. Onu da nəzərə alın ki, bu həftə şəxsi işlərinizdə müsbət dönüşə nail olacaqsınız. Ayın 6-sında isə maliyyə problemlərinizi qaydasına salmaq üçün şanslarınız artacaq. Bəzi bürclərdə olduğu kimi sizin üçün də uzaq səfərlər məsləhət görülmür. Oxatan bürcü. Daxili təlatümlərinizi azaltmaq üçün əsas gücünüzü istirahətə yönəldin. Ələlxüsus da şənbə və bazar günlərində doğma kəslərinizin yanında, əyalətlərimizdə dincəlməyə çalışın. Ulduzlara inansaq, indiki əziyyətləriniz vaxtında qarşınıza çıxan şanslardan yararlanmamağınızdan irəli gəlir. Səhvlərinizi etiraf etməyə və düzəltməyə çalışın. Oğlaq bürcü.
Astroloji təyinatlara görə bu həftə ərzində böyük işlər görəcəksiniz. Nəticənin uğurlu olacağını nəzərə alıb əzmkarlığınızı daha da artırmalısınız. Amma aldığınız təkliflərə düşünmədən razılıq da verməyin. Fevralın 4-də və 7-sində sağlıq durumunuza ciddi şəkildə nəzarət edin. İnfeksiyon xəstəliklərdən xüsusən də uzaq durun. Su tökən bürcü. Müvəffəqiyyət mərhələsinə qədəm qoymusunuz, lakin boşluqlarınız da var. Bu baxımdan ilk növbədə ailə sevgi məsələlərinə diqqət ayırmalı, qazancınızı boş məsrəflərə xərcləməməlisiniz. Bu həftə bütün səfərləri təxirə salın. Ayın 6-sında büdcənizdə irəliləyiş mümkün olsa da, həmin gün qidanıza da fikir verməlisiniz, qidalanmaya daha doğrusu. Ayın 3-də imkanınız yetərsə, sədəqə paylayın, kasıblara əl tutun. Yəni, savab işdir, mən bu iki variantı deyirəm, bəlkə başqa variantlar da var. Balıqlar bürcü. Fevralın 5-nə qədər kosmik mənzərə bürcünüz üçün səmərəsiz bucaqda olduğundan daha çox səhhətinizə, xüsusən də əsəblərinizə fikir verməlisiniz. Ümumiyyətlə, həmin günlərdə ümumi ovqatınız aşağı ola bilər. Bir sözlə, yalnız fevralın 6-sından 8-nə qədər xoş məqamlar yaşayacaqsınız. Odur ki, vacib planları deyilən ərəfəyə